Sancaq Online kanalını izləyirsiniz. Ən son yenilikləri qaçırmamaq üçün kanalımıza abunə olun, videonu bəyənin və bildiriş butonunu aktiv edin. İndi isə keçək növbəti xəbərimizə. Aparıcı Zaur canlı yayım zamanı diqqət çəkən açıqlama verib. O, mən kim olduğumu heç vaxt unutmaram deyərək fikirlərini ifadə edib. Zaurun bu sözləri canlı yayım izləyicilərinin diqqətini çəkib. Həmin görüntüləri təqdim edirik. 7000 bəyənmə. Videonu gördünüz? Hə? İndi harda olsa gələcək. Niyə paylaşmısan onu? Neyiniyim? Elə o cürə yatar adam. Qorxumdan 50 dəfə dala çönüb baxmışam. Qorxumdan çəkdim videonu. Dedim Allah uzaq eləsin. İraq olsun, İraq olsun, İraq olsun. Riski belə lato qaza düşər. Mən də yuxuda elədi, getdi. Nə arayacam mən? Əmanət deyir. Sonra mən nə deyərəm? Nə cavab verərəm cəmaata? Acımışam. Çok sağ olun. Biz de acız. Açsız yemek yiyeyim ben. Var mı? Püre yerim. Allah ka kartuşkadır. Koymuşum kabağıma kartof yerim. Tövbe. O boyda yolu gel. Faraon o boyda xəc xəsarət çəksin. Gəl otur burada püre ye, kartuşka. Soğutma ət ye. Burada ancaq diyetik yeməklərdir. Belə çox belə dəbdəbəli yeməklər zadlar yoxdur. Elə bildim yaraşıqlısan. Mənim yaraşıqlılığımdan sənə nə? Mənim yaraşıqlığım arvadıma, nəyim varsa ona. Mənim yaraşıqlı olub olmamamın kimə nə aidiyyəti var? Elə deyil. Güzel. Kartof püredir də, nə bilim, mən nə yeyim ben? Soğutma ətli bir də kartof. Başqa heç nə yemirəm. Yoxsa elə bilim, üzr istəyəm, elə bilim yaraşıqlısan. Mən yaraşıqlı olsam sənə nə? Yaraşıqlı olmasam sənə. Çox sağ ol. Boş verdim, narahat olmayın. Yo gülüm, narahat olmayın. Yo, mən belə mən ümumiyyətlə heç nədə dərinə gedən adam deyiləm. Həyatımda heç bir şeydə dərinə getməyi xoşlamıram, sevmirəm. Hətta evdə bir söhbət qalxanda belə deyirəm ki, tez bu söhbəti bağlayaq. Mən də beləm, axşamı xeyirli olsun, çox sağ ol. Mən də deyirəm, Günay da deyir, bizim xarakterimiz belədir. Yəni biz uzatmağı, çək-çevir eləməyi, bir şey baş versə verdi, vermədisə vermədi, oldusa oldu, olmadısa olmadı. Allah bu sushi oxşamır. Xoşum gəlmədi. Adam hacı olanda gəlirsən 50 dənə şey qoyursan, yalansa ay tövbə. Niyə hüzurum, sən bizim evdəsən? Sən bizim evdəsən, xəbərin var ki, bizdə necə olur? Adam hacı olanda gəlirsən yeməkləri görürsən, deyirsən ki, onu da götürüm, bunu da götürüm, onu da götürüm, bunu da götürüm. Sonra gəlib dadına baxdıqca görürsən ki, Allah, o boyda götdüyün şeydən bir dənəsini yeyirsən ya yemirsən. İnsan belədir ya, insan xisləti belədir. Ac olanda elə bilirsən heç vaxt doymayassan. Tox olanda da heç vaxt elə bilirsən ki, acmayassan. Həyat budur. Günel, tam razıyam. Oteli bəyəndim. Oteli biz hər dəfə gələndə bu oteldə qalırıq. Bu dəfə Faraon təşkil eləmişdi. Mənə atıb deyir ki, Zar bəy, baxın görün bu oteli bəyənirsiniz. Deyirəm, mən bizim həmişə qaldığımız oteldə, təsadüfə bax. Niyə də yox, əladır.
Burada 2-3 normal otel var. Biri Grand Otel'dir, biri bu Donat'dır. Biri də Sava'dır. Yəni bir də Alexander. 4 dənə normal otel var. Yəni onların da hamısında bizimkilər qalır gələndə. Bəlkə də bizimkilərin də nə bilim, heç bilmirəm. Günay gəlirdi, yığın enerji yığın. Günay gəlirsən? Bir Sloveniyada qadan alım. Başına dönüm. Oturmuşuq Sloveniyada. Müalicəyə gəlirik buraya ildə bir dəfə sağlamlıqla bağlı. Burada yaxın yerlər var. Arada bir gedib gəzib gəlirik. Maraqlı şeylər çəkmişik sizin üçün. Təqdim eləyəcəyik, nə bilim. Baxsanız çox sevinərik. Bizim dəstəkçimiz, bizim arxamız, dayağımız sizsiniz. Bizim sizdən başqa kimimiz var ki? Çox sağ olun. Murad Müşfiqoğlu. Hə Murad, arada bir adam çox uzun belə saxlamaq olmur axı da. Bir də görsən ki, hövsələm çatmır. Yayda hövsələm çatmır. Yay olan kimi qırxıram, kəsirəm, azaldıram. Qış olanda yavaş-yavaş uzadıram. Buraxmışam ki, uzansın. Yaxşı. Sən demirdim ki, sən niyə özünə götürürsən? Mən buradakiləri deyirdim. Səni yox. Namik Nəsirov. Mən nə qayıram ki, qadın qalmış. Köhnə Yugoslaviya, hə. Başqa ölkədə yaşayanlaram, uşaqlar. Yox. Biz indi hamı gəlir. Heç kim xarici getmir. Siz təsəvvür edirsiniz, Azərbaycanda gedin aeroportda baxın, görün, maşınlardan yer yoxdur. Hamı xarici bir həftədə olsa gedir də, bir 10 gündə olsa gedir harasa. İldə bir dəfə, bir 10 gündə olsa, yəni bir çox insanlar, biraz imkanlaşdıran insanlar hamısı gedirlər. Xarici getmək, xarici sevmək və ya da xaricdə yaşamaq anlamına gəlmir ki, yox, mən yaşayanlarım. Sizsiz qalan mərəm. Görmüsən, gəlmişəm, bura oturub canlı açıram. Ürəyim partlayar. Tam səmimi deyirəm, Allah haqqı. Sandıq qoy nədir? Çox sağ olun. Bu günlərin burada Azərbaycanlılarımız var. Onlar da mənə deyirlər ki, Zavir, səni görəndə üzr istəyirəm. Allah qacından öləm, ona görə ağzıma atıram arada bir yemək. Quran haqqı. Prosto sizinlə danışmaq istəyirdim. Sənin görəndə deyir, ürəyim açılır, ürəyimiz açılır. Bu belə elim ağzıma qoyanda heç nəyə görmər. Biz getməyiz, Zavir, bizi də aparın. İnşallah, Allah nəsib eləsin. Niyə də yox? Yarışma zad eləyərik. Yarışma deyəndə belə də bir sorğular zadlar eləyərik. Səhifəmizdə hər dəfə bir izləyicimizi belə göndərərik. Niyə də yox? Allah nəsib eləsin. Biz elə ömür boyu elə o ehtiyacı olanların yanında olmuşuq. Verilişlərimdə, hər şeydə. Yüzlərlə, minlərlə insan şəfa tapır, sağlamlığına qovuşur. Doğmalarını tapır. Hamısı bizimlə sənin sayəsində. Vizada sənədçünə toplamaq çətindir də, hə. Çox çətindir. Talış qızım, mən də buradayım, Zavir. Harada? Sloveniyada, Raqaşqada. Rəcəb, çox sağ olun, Allah razı olsun. Çox sağ olun, Seva, təşəkkür edirəm. Allah da sizi çox istəsin. Siz sadə insansınız, ona görə də sevilir. Sadəlik, gözəllik. Valla bilirsiniz nətər, mən kim olduğumu heç vaxt yadımdan çıxartmıram. Nə qədər imkanım olsa da, nə qədər vəziyyətim dəyişsə də, mövqeyim dəyişsə də, ruhum dəyişməz. Dəyişə bilmərəm, yəni ki, məndən asılı deyil. Mən, inanırsınız, tanıdığım o qədər imkanlı, vəzifəli, o qədər belə doğrudan da çox yaxşı ünsiyyətdə olduğum insanlar var. Xətirlərin hamısını çox istəyirəm, amma bir dəfə heç vaxt birinin qapısını döymərəm, heç vaxt birinə nə ilənsə bağlı müraciət eləmərəm. Sadəcə olaraq çox istədiyim insanlarla salam əleykum var, vəssalam, tutardı getdi. Mən ümumiyyətlə o şeylərlə də heç vaxt qürrələnmirəm ki, mən kimisə tanıyıram, kimsə məni tanıyır. Mən bu tanınmaqla da, bu populyarlıqla da, bu heç nə ilə heç vaxt qürur hissi keçirməmişəm. Yəni belə qürrələnməmişəm, qoltuğum qarpızdanmayıb. Çünki bilirəm ki, hər şey gəldi gedərdi. Hər şey var və sabah olmayacaq. Mən insanlar görmüşəm ki, elə insanlarla dostluq eləyibdi. O adam vəzifədən gedəndən sonra heç adını dostluğundan çıxardıbdı, qrupundan silibdi. Olmaz olsun elə dostluq.
yalandan adam vəzifədə olanda sən onu paylaş, yanında ol, canımsan, ürəyimsən, bir dənəmsən, başına dönərəm, filan kəs oğuldur, biz müəllim, biz səni sevirik. Taxtdan düşəndən sonra, vəzifədən çıxandan sonra dostluğundan da çıxart. Mən belə şeyi xoşlamıram. Mən bir insanı sevirəmsə sevirəm, qəlbimdə sevirəm, ürəyimdə sevirəm, beynimdə sevirəm.